Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Bugünkü videoda biz parkda uşaqlarla hansı frazaları işlədirik, onları öyrənəcəyik. Beləliklə keçirik dərsimizə. İlk feilimiz kataться, покататься feilidir. Bu feil müəyyən mənalarda bildirir. Misal üçün, parkda bir sürüşkən var. Sürüşkəndən sürüşməkdə biz bu feili işlədə bilərik. Və yaxud da ki, karuseldə fırlanmaqda bu feili işlədə bilərik. Və yaxud da velosipeddə, samokatda gəzməkdə bu feili işlədə bilərik. Ümumiyyətlə, çox funksional feildir. İndi biz baxırıq sürüşkəndə olan formaya. Deyirəm ki, хочешь кататься на горке или хочешь покататься на горке. Heç bir fərqi yoxdur. Kataться NSV-dir. Proses olaraq deyirəm. Покататься da SV-dir. Nəticə olaraq deyirəm və yaxud da ki, müəyyən bir müddət ərzində deyirəm. Digər feil съезжать, съехать, скатываться, скатиться feilidir ki, bunlara da biz gorka da bu uşaq meydançasında olan, hansı ki uşaqlar çıxırlar, sürüşürlər, onun adıdır. Qara sözündən götürülmüşdür. Qara da dağ deməkdir. Gorka onun kiçildilmiş formasıdır. Misal üçün deyirəm, дети съезжают или скатываются, или катаются с горки. Bu feillərin üçündən hansını istəsəz işlədə bilərsiniz. Yəni, sürüşkəndə bunların hamısı düzgündür. Başqa bir cümlə quraq. Misal üçün, demək istəyirik ki, sürüşkənin başında oturma, başqalarına yol ver, sürüşsünlər. Hansı ki, uşaqlar çıxıb başında otururlar və heç kəsə icazə vermirlər. Onda biz belə deyə bilərik. Не сиди на горке, дай другим съехать. Или дай другим скатиться. Deyə bilərsiniz ki, burada katatsiya niyə işlətmirik? Katatsiya da olar, amma katatsiya adətən ümumiyyətlə həmişə, yəni bununla məşğul olsunlar uşaqlar. Amma bu anda, yəni uşaq oturubsa orada biz işlədərik ki, yəni qoy sürüşsün bir dəfə üçün. Digər feil sürüşkənə aid biz işlədə bilərik. Подниматься, подняться, спускаться, спуститься feilləridir. Biri çıxmaq yuxarı, biri isə düşmək deməkdir. Misal üçün, belə bir variant olur ki, uşaqlar sürüşürlər, sonra elə sürüşdükləri yerdən o qorxaya çıxmağa çalışırlar, amma əslində pilləkənlə çıxmalıdırlar. Onda biz deyərik, не лезь по горке, поднимайся по лестнице. Yəni, sürüşkənlə qalxma yuxarı, pilləkənlə qalx. Pilləkənlə düş deyəndə isə спускайся по лестнице deyirik. Daha sonra uşaqlar bir-birlərini itələyə bilərlər. Onda biz deyə bilərik, не толкайся. Не толкайся özü elə o deməkdir ki, не толкай других. Yəni, başqa uşaqları, başqalarına, heç kəsi ümumiyyətlə itələmə. Digər feil виснуть feilidir. Bu feil sallanmaq, asılıb qalmaq deməkdir. Bəzən uşaqlar sürahidən, tutacaq yerlərdən sallanırlar və yaxud da ki, o qorkanın kənarlarından sallanırlar. Biz onda deyə bilərik. Misal üçün, не висни на перилах, не висни на краю горки. Это опасно. Sürahilərdən və ya da sürüşkənin kənarından sallanma təhlükəlidir. Digər başqa feillər var. Əyilmək. Haçan ki, uşaq əyilir oradan aşağı, sürüşkənin başından və ya da qorkadan əyilir aşağı. Bu feillər mən yazdım. Hansını istəsə istifadə edə bilərsiniz. Наклоняться, свешиваться, высовываться, перегибаться. Misal üçün deyirəm ki, не наклоняйся və yaxud da не свешивайся və yaxud da не высовывайся с края горки. Və yaxud da не перегибайся через край горки. Упадешь. Hamısı bu mənanı bildirir ki, yəni qorkanın kənarlarından əyilmə aşağı yıxılarsan. İndi isə yelləncəkdə işlənən frazalara baxaq. İlk olaraq feildən başlayaq. Yellənmək feili özü качаться, покачаться feilləridir. Misal üçün, deyə bilərəm ki, yelləncək boşdur. Yellənmək istəyirsən, качели свободные. Хочешь качаться или хочешь покачаться? Eyni şeydir. Katatsiya, покататься da necə deyirdik, NSV, SV, burada da eyni formada. Və yaxud da deyirəm ki, istəyirsən səni yellədim. Bu feillərdən siyah hissəciyini çıxanda olur yellətmək. Хочешь, я покачаю тебя. Sonra demək istəyirəm ki, yelləncəyə otur və yaxud da yelləncəkdən düş. Садись на качели və yaxud da düş deyəndə слезай с качелей. Əlbəttə ki, biz orada şərt deyirik ki, na kacheli və yaxud da ki, skacheli sözlərini işlədək.
Yerləncək buradadırsa, sədis deyəcəyi otur və yaxud da düş demək istəyiriksə, eləcə slizay deməyimiz kifayət eləyir. Yerləncəyə oturandan sonra biz deyə bilərik səni itəliyim, yəni o ilk təkanı vermək mənasında. Onda deyə bilərik подтолкнуть тебя. Bundan əlavə, haçan ki uşaqlar yellənirlər, biz adətən deyirik ehtiyatla yellən, çox bərk yellənmə, yerləncək sına bilər, yerləncək tab gətirə bilməz və yaxud da zəncir qopa bilər. Bu formalarda biz deyə bilərik качайся аккуратнее, сильно не раскачивайся или не разгоняйся. Bunların üçü də birincidən başqa качайся аккуратнее, yəni daha ehtiyatla yellən, сильно не раскачивайся və yaxud da не разгоняйся o deməkdir ki, yəni çox bərk yellənmə. Bundan sonra gələn 3 formada, yəni yerləncək sına bilər, yerləncək tab gətirə bilməz və yaxud da ki, zəncirlər qırıla bilər və s. Nə qədər istəsək bu siyahını uzada bilərik. Amma bu yuxarıdakı 3 forma ilə aşağıdakı 3 formadan hansını istəsəz seçib bir cümlə şəklində istifadə edə bilərsiniz. İndi isə karuseldə işlənən frazalara baxırıq. Karusel bildiyimiz o fırlanan, hardakı uşaqlar otururlar, adətən parkda belə olur, fırlanırlar. Bu karusel adlanır. Misal üçün deyə bilərik ki, gedək karuselə minək, deyəcəyik, paydım na karusel. Və yaxud da deyə bilərik ki, uşaqlar karuseldə fırlanırlar. Дети катаются на карусели. Və yaxud da uşaqlara deyə bilərik, çox sürətlə fırlanmayın, yoxsa başınız gicəllənər və ya ürəyiniz bulanar, deyərik. Не раскручивайтесь слишком сильно, а то голова закружится и вас затошнит. Bu ikisindən birini də işlədə bilərsiniz. A to вас затошнит də deyə bilərsiniz. Yəni seçim sizindir. Cürbəcür formalarda cümlələri qurmaq olar. Amma əsas biləsiniz ki, hansı sözləri biz işlədirik orada. Daha sonra deyə bilərik ki, möhkəm tut, möhkəm yapış. Misal üçün deyəcəyik, держись крепче. Arxasıca əgər demək istəyiriksə, tutacaqdan yapış, onda deyərik, держись крепче за поручень. Əlavə eləsək ki, iki əlinlə yapış, onda deyərik, двумя руками. İstəsəz bunları bir cümlə kimi deyə bilərsiniz, istəsəz fikriniz nədirsə, onu götürüb işlədə bilərsiniz. Mən desəm ki, karusel fırlanır, deyəcəm, karusel крутится. Bugünlük bu qədər əziz izləyicilər. Bu videonun bir də ikinci hissəsi olacaq. Biz burada parkdakı atraksionlarda olan frazalara baxdıq. Amma bir də var ki, hazır cümlələr biz işlədirik. Uzağa qaçma, ehtiyatlı ol, yıxılarsan, su içmək istəyirsən. Bu kimi çoxlu cümlələr var ki, analar öz övladları ilə danışırlar parkda. Bunu isə növbəti videoda hazırlayacağım sizə hazır formada, adətən əmr cümləsində olan cümlələrlə. Ümid edirəm ki, bu mövzu sizin üçün faydalı olar. Sağ olun, növbəti dərsimizdə görüşənədək.